1000 xəstədən 980-i tələf olur. 20 nəfəri salamat qalır. Və bu 20 nəfərə görə bu üsulları istifadə etməyin nə adı var? Baxmayaraq ki, naturopatik onkologiyada bu son 100 ildə 500-dən çox üsullar var ki, onların effektivliyi 70-90%-dir. Niyə onlardan istifadə olunmasın ki? Niyə onlar rəsmi protokollar salınmasın ki? Halbuki hər yerdə, Avropada, Almaniyada, İngiltərədə və hətta Amerikanın özündə bir çox yerlərdə integrativ onkologiya mərkəzləri yaranır ki, onlar bütün üsullardan istifadə edirlər. Kimyanın mənfisini yığışdırmaq və s. eləmək. Bilirsiniz, mən bir ağciyər həkimi kimi belə bir misal gətirim də. Deyək ki, insanda bir sətəlcəmdir. Ona antibiotika terapiya eləmək lazımdır ki, o sağalsın. Amma antibiotiklər bir neçə günə təsir eləyirlərsə, insanın qızdırması varsa, bu dəqiqə 5 saatlıq ona hər hansı bir qeyri-steroid vasitələrdən, nə bilim, paracetamol, diklofenak, analgin istifadə edib qızdırmasını salmaq olar müvəqqəti? Olar. Amma heç kəs demir ki, həmən o vasitələr müalicədir. Amma kimyagarlar cinayətcəsinə deyirlər ki, kimya preparatlar müalicədir. Müalicə deyil, yardımdır. Müvəqqəti 1 aylıq, 2 aylıq, 3 illik, 1 illik müvəqqəti yardımdır. O kökündən məsələni həll etmir. Budur məsələ. Və buna da bizim fikrimiz yönəlir ki, gəlin düzgün bir yol tapaq, hər bir kəsə fərdi protokollar tərtib eləyək və integrativ onkologiya üsullarını Azərbaycanda bizim rəhbərliyimiz altında həyata keçirək.